Salam hörmət tamaşaçılar, xoş gördük hər birinizi. Kəndimiz yenə də efirdədir. Hörmət tamaşaçılar, kəndimizin bugünkü buraxılışı Şabran rayonunun Dağbilici kəndinə həsr olunur. Onu da Elman xüsusi olaraq qeyd edəcəm sənə. Dağbilici bura inzibati ərazi vahidliyidir və burada Dağbilici taxtalar, mumlu kəndləri birləşib. Deməli biz gələndə Taxtalar kəndinin belə deyim, ərazisinə keçdik, gəldik Dağbilici kəndinə. Bundan da mən onu da sənə qeyd edeyim ki, bundan da yuxarıda, Dağbilici kəndindən də yuxarı qaldı, Pirəbədil kəndi var. Var, olmuş orada. Kəndin adı nə idi? Zeyvə kəndi var. Gilavar kəndi var. Yəni belə deyim də buraları tanıyırıq. Belə beş barmağımız kimi tanıyırıq buraları. Hörmət tamaşaçılar, belə eləyək. Tamaşaçılarımızı instarda saxlamayaq arkadaşlar. Gedək gəzintimizi, sən demişkən gəzintimizi davam eləyək. Onda getdik, sən hara? Sən belə, mən də belə, hə? Harada görüşürük? Böyle burada görüşərik də. Yaxşı. Bir saatdan sonra. Yaxşı Özündən yol. müğayət ol. Yaxşı yol. Get, səni bugün canavarlar yeyəcəklər. Get. Hörmət tamaşaçılar, deməli mən Şabran rayon Dağbilici kəndinin ərazisində gəzirəm. Məndə olan məlumatlara görə bax bu Dağbilici kəndinin öz folklor qrupu var. Hörmət tamaşaçılar, Dağbilici kəndini gəzirəm və keçid alıram növbəti mövzumuza. Növbəti mövzumuz maraqlı olmaqdan daha çox dadlı bir mövzudur. Ona görə başa düşdünüz ki, söhbət nədən gedir? Gəlin sizi bir ailəyə tanış eləyəcəm və görək burada dadlı mövzumuzun adı nədir? Hörmət tamaşaçılar, bax mən hardasa bir 2-3 saniyə bundan öncə anons elədim ki, Dağbilici kəndində folklor qrup var. Düzdür, operator məndən belə deyim də öncə girdi içəri. Bir dənə zəhmət olmasa panoram elə bax bu xanımları göstər tamaşaçılarımıza. Hamıya salam olsun. Salam. Müəllim, siz özünüz zəhmət olmasa təqdim eləyin. Mən Bayram müəlliməm. Bu Xınayaxtı folklor xalq kollektivinin rəhbəriyəm, ümumi rəhbəri. Ay salam əleykum bi. Xoş gördük. Safa gəlirsən. Necəsiz? Həmişə siz gələsiniz. Çox sağ olun. Nə var, nə yox, keyfiniz? Şükür Allaha. Sizdə nə var, nə yox? Sağ olun. Gəlin qonağınız. Özünüzü təqdim eləyin, gəlin tanış olaq. Dağbilici kənd Mədəniyyət Evinin direktoru Ağasıyeva Rəna. Rəna xanım, çox gözəl Rəna xanım. Biz deyəsən bugün nəsə maraqlı və dadlı bir mövzuya toxunacağıq. Baxarıq. Buyurun. Deməli, hörmətli tamaşaçılar, gördüyünüz folklor qrupun adı Xınayaxtıdır. Müəllim, niyə görə Xınayaxtı? Xınayaxtı folklor xalq kollektivi 86-cı ildən yaradılıb, 1986-cı ildən yaradılıb. Bünövrəsi qoyulur, ancaq fəaliyyəti hətta 80-ci illərdən başlamışdır. 78-80-ci illərdən. Kollektivin ilk dəfə 8 üzvü olmuşdur. Ondan sonra artırılmışdır sıralarını, 14 nəfərə yaxın olmuşdur. Rəna xanım, deyəsən amma hazırlıq görmüşsünüz. Bu nə yemək olacaq? Nədir yeməyimizin adı? Hinduşka ətindən sulu cığırtma. Sulu çığırtma. Hə. Yəni bu kənddə daim belə deyək, ən dəbdə olan yemək. İndi soğuz deyirlər, ancaq biz sulu cığırtma deyirik ona. Onda müəllim, bir dənə zəhmət olmasa bax, bir nömrənizin birini nümayiş elətdirə bilərdinizmi tamaşaçılara? Açılış üçün qeyd edeyim ki, deməli biz həm öz dilimizdə azsaylı xalqlar tatların dilində də mahnıları tərcümə edirik, öz nəğmələrimizi. Muğamları da ifa edirik mahnılarımızın içərisində. Sulu çığırtma deyirsin. Ümumiyyətlə, kənddə, kəndin özünə məxsus yəqin ki, mətbəxi var. Sizin kəndin özünə məxsus yeməkləri hansılardır? Azərbaycan xörəkləri hamısı bizdə bişirilir. Dolması, qara dolma, ağ dolma.
elə bir yemək varmı heç yerdə yoxdur, ancaq bax bu torpaqda var. Var Vəhləncə. Nə? Biz ona turşi deyirik, turşi. Ancaq ki ayrı cür bişiririk onu. Cır almadan doğrayırıq, vaxtında quruturuq. Sonra yığırıq, duzlayırıq, yığırıq. Sonra onu bişirəndə ondan onu pörtürük. Sonra ağ soğanı içine doğrayırıq. İkisini bir yerdə pörtüb əzirik. Sonra təzədən soğandan qovururuq soğanı. Onu da tökürük içine. Qoz da tökürük içine, un da tökürük içine. Sonra onun deməli suyunu tökəndə qovurandan sonra bunları suyunu tökürük, alınır xörək. Axırda ona vururuq yumurta, üstündən də ki quru yarpız. Hörmətli tamaşaçılar, sözün düzünü deyim. Özünüz bilirsiniz ki, mən səmimiyyəti xoşlayıram. Mən bu sinifə daxil olanda bunu gözləmirdim. Sözün əsl mənasında, amma doğrudan da mən gözlədiyimdən də daha artıq, daha gözəl bir şey gördüm. Mən ona görə müəllim, Bayram müəllim, sizə öz dərin təşəkkürümü bildirirəm. Sağ olun. Çox sağ olun. Bax bu bizim ən qədim xörəyimizdir. Hörmətli tamaşaçılar, inanın, Pəhriz xörəyi kimidir bu. Şəkərə qarşı pəhriz xörəyidir bu. hörmətli tamaşaçılar, mən bilirsiniz, qurmanam, nə qədər gəzib dolandımsa, ikinci dəfədir mən təəccüblənirəm. İkinci dəfə Rəna xanım məni təəccübləndirdi bu yeməklə. Mən o yeməyi nə görmüşəm, nə eşitmişəm. Birinci dəfə Rəna xanım dedi. Bu bizdə hinduşka ətindən sulu cığırtmadır. Klarnetdə ifa edən qardaşımız kadrın arxasında durmuşduq. Budur. Adın nədir? Zaur. Zaur, lap yaxşı. Zaur, niyə gizlənmirsən? Bax qardaş, bu şəhərdə o bir görsən belə musiqiçilər var, kameranı görəndə istər-istəməz gəlib bir görsən aparıcının arxasında özünü göstərir ki, mən də buradayım. Bax, niyə gizlənirsən? Yox, belə yaxşıdır. Baxın ha. Məndən böyük var, atamdır. O rəhbərlik edir. Bayram müəllimsin. Atamdır. Ha, oldu. Nağarada ifa eləyən. Buyurun, özünüzü təqdim eləyin. Münasib Ocaqovdur. Neçə ildir bu sənətlə məşğulsunuz? Demək olar ki, hələ uşaq vaxtımda. Musiqi məktəbinə getmisiniz yoxsa özünüz öyrənmisiniz? Özümü öyrənmişəm. Oy, maşallah. Zadım yoxdur, savadım, yəni ki, musiqi məktəbini qurtarmamışam. Amma mən sizə deyim ki, 100 dənə savad olandan yaxşı ritm vurursunuz müəllim. Bunu nə edəcək? Necə bişirəcək? Əvvəlcə əti qovuracağıq. Ət qabaqcadan suda bişir. Yox, biz pörtmüşük bunu. Pörtmüşük. İndi onu qızartırıq. Yağımız da Rəna xanım, əsl kərə yağı, tərtəmiz, bəh. Biz də indi əridi orada. Dükanlarda satılan kərə yağlarından da fərqlənir. Ən azından öz qoxusu ilə, təmizliyi ilə. Mal saxlayırıq. İnək yağından istifadə edirik xörəklərdə. Deməli Azərbaycan dilində solist oxuyur Dürdana xanım və muğamı da eləyəcəklər. Bir dənə Feyziyab olaq da. Xörəklərdə. Bu biraz kızarsın. Üstünü soğanı tökeceğiz. Soğan kızarandan sonra kartofu tökürük ki tomattan qabaq. Qabaq mesela pomidorla olur da. Pomidor tökəndə onu quru eləyirik. Cığırtma belə qoyuruq, pomidoru kəsirik ortadan qoyuruq. Sonra pörtür yaxşı olur. Üstünə vururuq yumurtanı. Ancaq bunu tomatla eləyirik də. Yəni də hələ pomidordur, ancaq ki bu pastadır, pasta deyirik indi. Onu ilə iş eləyirik. Uşaqlı aldana gülüm, yaylığına gəl. Uşaqlı aldana gülüm, yaylığına gəl.
İndi soğanı tökəcəyəm. Sonra kartofu da tökəcəyəm bir balaca istiləşsin ki, tomatla bişirəndə belə bərk qalır. Ha, əvvəlcədən. Rəna xanım o qədər maraqlı danışdı, hörmət tamaşaçılar. İnan ağzımız çox maraqlı danışdı Rəna xanım. Ona görə səbirsizliklə gözləyək bu yemək bişsin, bir balaca dadına baxaq. Baxdınız? Bax gedin o disklərinizi tullayın, haraşdınız sonra. Sən gəl bura. Gəl bura, gəl bura. Bax, bayaq Bayram mənim dedi ki, bu qardaşımız da muğam bir dənə bəlkə nəsə bir istədiyin bir şey ifa eləyəsən. Sakitcə durub oradan baxırsan. Buyur. Siz ailədən danışın. Ailə üzvləriniz neçə nəfərdən ibarət? Mən yoldaşım Ağasiyev Bayram musiqi müəllimidir, musiqi nəğmə müəllimidir. Mən məktəb oxumamışam. Hələ ancaq 11-ci sinif qurtarmışam. 2 dənə də oğlum var. Biri konservatoriyanı qurtarıb, biri də ki şoferdir, rayonda işləyir. Evləndirmisiniz? İkisini də evləndirmişəm. Zaurun 3 dənə oğlu var, Mahurun 1 dənə qızı var. Maşallah. 1 dənə gəlinim var. Allah hamıya qismət eləsin. Amin. O bəzi bizim bayağı aparıcılarımız var. Nə görür deyir, şokdayam. Bax, belə şeyi görüb şoka düşmək olar. Bunu görüb şoka düşmək olar. Yoxsa elə nə görürsünüz deyirsiniz, mən şokdayam. Sözün əsl mənasında mən şokdayam. Bax, bu balaca qardaşımızın ifasına görə. Sən gəl bura görüm, sən adın nə oldu bir də mənə? Əmrahov Camal. Camal. Qardaş neçə ildir bu? Neçə yaşın var sənin? Mənim 13 yaşım var. Bax nə vaxt hiss elədin ki, sən muğamı bilirsən? Mən Bax neçə yaşından oxuyursan, belə deyək də. Mən 1 ildə oxuyuram. 1 ildən qabaq nə edirdin? Oxumurdun? 1 ildən qabaq tara gedirdim. Nəvələrin hansını çox istəyirsən? Nəvələrimi? Ən çox. Deyəsən qızı çox istəyirsən. Qız bir, mənim də qızım yoxdur. Onu çox istəyirəm. Öz adımı ona qoymuşuq. Zaur da öz oğluna atasının adını qoyur. Bayram, Rəna. İkisinin də adını qoymuşuq. Ancaq hamısı mehribandır mənim üçün. Hamısını çox istəyirsiniz, amma qızı deyəsən ha. Yox, qızı laf çox istəyirəm. Deyir ki, Zaurun oğlu mənə. Nənə bilirsən nə çox istəyirik səni. O qədər sən bizi Beylunda gezdirmisən ki, ona görə səni çox istəyirik biz. Allah sizə ömür versin. Allah nəvələrinizə xoşbəxt eləsin. Allah sənə də qismət eləsin. Çox sağ olun, çox sağ olun. Hörmətli tamaşaçılar, mən bilirəm, siz də səbirsizlənirsiniz. Ona görə biraz da səbr eləyin, yeməyimiz axıra kimi bişəcək. Bir də Bayram müəllim, mənim diqqətimi bilirsiniz nə cəlb elədi? Sizin tarın simlərində 12 dənə sim var burada. Bəli, 12 dənə sim var. Onu siz özünüz baxmaq olar ona. Bax, hörmətli tamaşaçılar, müəllim ifa eləyəndə mənim bir gözüm buradaydı. 2, 4, 6, 8, 10, 12. Əslində neçə sim olmalıdır? Əslində Sadıqcanın tərtib etdiyi, yəni ki, layihə ilə 11 sim olmalıdır. Biri hardan gəlib mənim? Bu biri kök simi, sol siminə, kök simə burada. Bir dənə sim əlavə eləmişəm ora. Özünüz. Sim, hə, əlavə eləmişəm. Yəni ki, deməli bizim kollektivdə ud aləti yoxdur. Yəni ki, yaxın günlərdə olacaq. Ud alətini əvəz eləmək üçün burada ifaçılıq yaxşı deyənə görmüşəm ki, böyük sənətkarlarımız bas simdə, bas sol simində ifa edirlər. Mən onun yanına solu da əlavə eləmişəm, sarı simi. Onda belə istəyirsiniz mən göstərim. Yox, bir dəqiqə deyəm müəllim. Siz özünüz tarı belə deyim də onda təmir də eləyə bilirsiniz.
Tarı həm düzəltirəm, təmir eləyirəm. Yəni ki, öz rekonstruksiyam da var tarda. Yəni ki, daha da möhkəm səslənmək üçün. Yəni ki, Özür istəyirəm. O tarı düzəltdiyiniz yer hardadır? hə o evdədir o. Rəna xanım, desən yeməyimiz hazırdır. 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 Açın ağlar. Açın da, açın bax. Bəh, bəh, bəh. Yumurtasını da vurmuşuq. Aha. Duzunu da, üstü otunu da atmışıq. Bu yeməkdir Rəna xanım, bu şedevrdir. Budur ki, kişniyi şüyüd atırıq üstünə. Rəna xanım, mən bu yeməyi heç kimə verməyəcəm, hamısı mənimdir. Sağ ol, çox. Bir dənə qabıda, bir dənə belə dadına baxın balaca. Onda belə eləyək də. Hörmətli tamaşaçılar, kanalları heç bir yerə dəyişmirsiniz. Qısa bir müddətdən sonra Bayram müəllimin evində Bayram müəllimin tar düzəltməyini də bax siz tamaşaçılara göstərəcəyik. Gedək Bayram müəllim. Ha. Gedə bilərik ora. Gedə bilər, niyə gedə bilər? Bax, 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 bax. Elman deyəcək, yenə mən yemədim, getdim. Elma, mən neyim ki, sən yemədin, getdin? Yersən? Yer. Hörmətli tamaşaçılar, əgər bu yeməyin dadına baxmaq istəsəniz, mütləq Dağbilci kəndinə gəlin. İstənilən ailədə qonaq ola bilərsiniz və şəhərdən elə də uzaq deyil. Yəni 1 saat məsafədə, 1 saat yol gələcəksiniz və doğrudan çox qonaqpərvər, çox gülərüz insanlarla tanış olacaqsınız və bu cür dadlı yeməklərin dadına baxacaqsınız. Gedək sizdə o həm orada o udu mənə göstərərsiniz, udu necə əvəz eləyirsiniz, bir də onu düzəltməyinizi. Getdik hörmətli tamaşaçılar. Həm çox sağ olun. Çox sağ olun. Mən indi bu yeməyi yeyim, elmansız amma yeyəcəm. Yox, 200 bir yer yeyər. Yaxşı, çox sağ olun. Siz də sağ olun, siz də sağ olun. Hörmətli tamaşaçılar, mən kəndin ərazisində gəzirəm. Bax görürsüz, artıq yazın gəlməyi belə hiss olunur. Belə deyək də, ilk sərşənbəyə də bir saylı günlər qalıb. Bax, gəlirəm bax bu dağ qoynunda bu cavan uşaqlarla görüşək. Salam əleykum. Necəsiz? Ay maşallah. Gəlin belə duraq, bax belə duraq. Ay sağ ol. Belə necədir? Ay sağ ol. Adın nədir? Şirin. Baba Şirin. Baba Şirin. Sənin adın nə? Eyran. Sənin adın nədir? Fədai. Fədai. Baba Şirin, Tehran, Fədai. Neçənci sinif oxusan Fədai? 4. Yenə də vaxt gəldi rəsmi məlumatların özünüzü təqdim edin zəhmət olmasın. Cavadov Xosrov Əlioğlu Taxtalar İnzibati Ərazi Dairəsi üzrə Şabran rayonunun nümayəndə müavini. Çox gözəl. Xosrov müəllim, taxtalar dedikdə bu inzibati ərazi vahidliyinə bir neçə kənd daxildir. Bəli. Deməli Şabran rayon İcra Hakimiyyəti başçısının taxtalar üzrə inzibati ərazi dairəsində 3 kənd yerləşir, birləşdirir. Hansı kənddir? Bunlar deməli Taxtalar kəndi, Dağbilici kəndi və Mumlu kəndidir. Şimdi mən səndən birazdan soruşaram. Sən gəl bura. Dağbilici kəndinin əhalisi nə qədərdir? Dağbilici əhalisi deməli 138 təsərrüfat var. Onlarda deməli 650 deməli əhali orada yerləşdirilmişdir. O kənddə əhali nə işlə məşğuldur əsas? Əhali əsasən deməli əkin işi ilə, bir də deməli maldarlıqla, həmçinin arıçılıqla məşğul olur. Arıçılıqla da hətta. Bəli.
Deməli, kəndin əhalisi çox gözəl yerdə yerləşir, həmin Dağbilici kəndi. Hətta deməli, bu kəndin min illərlə deməli, əvvəl həmin yerdə yerləşdirilmişdir. Qaqaş, arzuza satasın. Şeir bilirsən Fəday? Niyə bəs? Tanırsan? Kəndin adı nədir? Dağbilici. Nə? Dağbilici. Dağbilici. Hə? Yaxşı. Kəndin adının mənasını bilirsən? Yox, yaxşı. Həmin yerdən sonra deməli aşağı hissələrə köçürülmüşdü əhali. Orada deməli Taxtalar kəndinə, ondan sonra bu O kənddə mən elə başa düşdüm, törəmə kəndlər çoxdur. bəli, orada Mumludur, deməli elə bu Taxtalar kəndi sonra salınmış kəndlərdir. Amma əsasən bu Dağbilici kəndi ən əvvəl əsrlər bəlkə də boyu orada insanlar yaşamışdı. Həmin dövrdə də onlar məşğuliyyətləri əkinçiliklə, deməli bu arı saxlamaqla, Arı saxlamağa doğrudan da münbit şəraitdir. Çünki dağlıq ərazidir və bütün hər tərəf yaşıllıqdır. Fəday, bax bayaqdan durmusan burada. İndi keçdin yanıma bu tərəfə. Niyə bir yerdə durmursan? Dəcəlsən sən? Yox. Futbol oynaya bilirsən? Güləşə bilirsən? Yox. Maraqlı məlumata görə çox sağ olun, minnətdaram. sağ olun. Siz də çox sağ olun. Bir daha xoş gəlmisiniz. Həmişə siz gələsiniz. Bizim kəndimiz, bizim bu insanlar çox qonaqpərvərdir. Həmişə sizi gözləyir. Çox sağ olun, minnətdaram sizə. Sağ olun. Siz də sağ olun. Hörmətli tamaşaçılar, hal-hazırda Dağbilici kəndinin ərazisində gəzirəm. Deməli, hara gəlirəm? Bayaqları gördünüzsə, Bayram müəllim, əgər hiss eləyirsinizsə, fonda. Deməli, Bayram müəllim, o folklor qrupunun rəhbəri Bayram müəllim, bədii rəhbəri, dedi, evdə tar düzəldirəm. Bayram müəllim məndən əvvəl gəldi. Mən də indi o müddət ərzində kəndi gəzirdim. Gəldim Bayram müəllimgilin evinə. Bax, indi Bayram müəllimin evində emalatxanasının yanındayıq. Gəlin gedək görək o Bayram müəllim bu tar sənətini, ümumiyyətlə bax, görürsünüz tara əlavə simlər də eləyib. Gəlin gedək tanış olaq. Hörmətli tamaşaçılar, Dağbilici kəndini gəzirəm. Doğrudan kəndin çox gözəl coğrafi mövqeyi var. Çox gözəl mövqedə yerləşir. Hər tərəflər dağlardır, belə yaşıllıqdır, meşələr var. Və bu gözəlliyi gəzib seyr edirəm və uşaqları görürəm burada futbol oynayırlar. Hörmətli tamaşaçılar, deməli bax hal-hazırda mən Bayram müəllimin emalatxanasındayam. Bayram müəllim bizdən əvvəl gəlib öz emalatxanasına. Bayram müəllim, biz bayaq sizlə görüşmüşük, tamaşaçılarımız da sizi tanıyır artıq. Bax, bayaqları mən sizə demə gedək sizin emalatxanaya. Bayram müəllim, bax bunu siz düzəltmisiniz də yəqin ki. Tarın ilkin formasıdır. Bu hazırlanmasa, yəni ki tarın çanağı adlanır. Çanağın böyük üst tərəfi olur, kiçik üst tərəfi olur. Yəni ki bunlar indi hazırlanmasa, sonra tarın başqa əməliyyatlarını aparmalı. Qoldur, aşıqlardır, onlar sonradan hazırlanır. Hər tarzən tar ustası olmur, tar düzəldən olmur, düzdürmü? Amma sizdə bunun belə deyim də düzəltməyə də həvəs var. Bu həvəs sizdə necə yaranıb, nə vaxtdan yaranıb, nətər olub yaranıb, neçə ildir bu sənətlə məşğulsunuz? Bu deməli bu sənəti mən 65-ci ildən, yəni ki tar sənətini, tar musiqi aletini sevmişəm. Xəstəyəm mən. Xəstəliyim də muğam xəstəliyidir. Çox maraqlıdır ki, futbol meydançasına oxşayır sahə. Təbii ki, bu təbii bir sahədir, təbii yerdir. Yəni xüsusilə düzəldilməyib. Sadəcə uşaqların
oyuna olan marağı mənə cəlb elədi və istəyirəm uşaqlarla tanış olum. Və bir də hörmətli tamaşaçılar, mən sizə hardasa bir 15-20 dəqiqə bundan əvvəl, ola bilər 20-25 dəqiqə bundan əvvəl dedim ki, Bayram müəllimin tarında mən burada sayıram 12 dənə sim var. Düzdür? Ay sağ ol. Bax müəllim, o simləri əlavə eləməkdə məqsədiniz nə idi? Bayaq da qeyd elədim ki, deməli o qədər müşahidə edirəm ki, bu bizim xanəndələrimiz hansın, yenə də muğam təqsirkarı orada, muğam xəstəliyidir. Yəni ki, təsəvvür edin ki, deməli mən tarda çalıram ki, fikir üzrə Mirzə Hüseyn Səgahir. Bax mən məcburam ki, burada 12-ci aşağı, yəni ki, zəng simləri ayrı kökləyim. Bu mən hardasa 25 il, 30 il bundan qabaq tədbir eləmişəm tarıma. Təbliğ də eləmişəm ki, zəng simləri ayırmaq mənə misal üçün xeyir gətirib. Yəni ki, muğam müfasilində fikir verin. Elə bil ki, böyük bir orkestr səsləri, rezonansını baxın. Sizə tanış eləyəcəm. Uşaqlar niyəsə utanırlar, bilmirəm. Ya mikrofondan qorxurlar. Mikrofon adamı işləmir. Necəsən? Adı nədir? Nizam. Nizam. Papaqlı, gəl bura qaqış, gəl bura. Sən necəsən? Sağ ol. Sən nədir? Təbriz. Təbriz. Sən niyə üzvü döndərib gedirsən? Gəl bura. Dur belə. Nə maraqlı gəldi də. Nə maraqlı gəldi sənə? Məktəb. Məktəb maraqlı. Bəs birinci dəfə gəlir istəyənə. Sən də dərs oxumaq istədin, ona görə çıxıb gedirdin dərs. Oxuyan la öyle. Vaxtımızı keçiririk. Neçə alırsan dərsdə? Hamısında. Hamısında, məsələn. 2, -2, sonra -5, müsbət 5 belə. Əla, əla, əla. Bunlar hamısı zarafatdır, bəs ciddi? Ciddi də elədir, zarafatla, mən zarafatla burada. Nizam, gəl bura, Nizam, gəl bura. Sən neçə alırsan dərsdə? Neçənci sinifdə oxuyursun? 11-ci sinif. 11-ci sinifdə. Sən neçədə oxusan? 11-də. Sən... Nə qışqırdın? Nizam açıqlama verirdi. Hə, Nizam açıqlama verir, hə. Hörmətli tamaşaçılar, belə deyim, Dürdana xanımı da yəqin ki tanıdınız. Gəlin bura Dürdana xanım. Gəlin siz də bura. Dürdana xanımı da yəqin ki tanıdınız. Bayaqları mən Dürdana xanımla söhbət eləmişdim. Deməli Dürdana xanım Bayram müəllimin tələbəsidir. Düz deyirəm? Bəli, bəli. Sağ ol. İndi belə eləyək də. Bayaqları mən eşitmişəm. Siz də eşidin hörmətli tamaşaçılar. Rüyamdasan sen geceler həmdəmimdir mənim həsrət qonağımdır düşüncələr bir dəli eşq bir məhəbbət qonağımdır düşüncələr bir dəli eşq bir məhəbbət səndən doğma, səndən əziz bir kəs varmı bu dünyada? Nizam, sən necə oxuyursan? Hələ də 4-lük, 5-lük, 3-lük belə. Arada 3-dən, 2-dən, nə gəldi. Hə, alırıq da. İndi yaxşı, məktəbi qutarandan sonra planların nədir? Hələ, nə bilim vallahi. Allah bilən məsləhət. Allah bilən, təbii ki, məsləhət. Amma sən özün nə düşünürsən, nə fikirləşirsən? Heç nə. Kəf eləyəcəm, buraları gəzib, dolanır, bəh. Nə qədər gəzəsən, yaxşı. Ömrümün axırına qədər. Ömrün axırına, işləməyəcək. İşləyəcəm, onu söz ya. Nəçə olmaq istəyir, necə işləmək? Hə, nə bilim vallahi. İstəyirsən oturasan, pul versinlər sənə, kef eləyəsən, hə? Hazır, gəl, sən bura gəl. Sən bu. Hazır, yeməyi hazır verdilər, onu da yedim. Protezdir dişləri. Yaxşı, kim belə deyək, yaxşı futbol oynayır aramızda? Ya oxuma, sən? Hə? Bir şeyi yaxşı bilməlisən də, demək. Bilməm, deyil. Oxumursansa yəqin futbol yaxşı oynayır. Futbolçu olmaq istəyirsən? Hə. Futbolçu, idmançı, sonra ki, nə bileyim. İdmanla məşğulsan? Hə. Nə idman? Kimboks? Yox, kimboksera oxşamırsan axı sən. Hörmətli tamaşaçılar,
bir anlıq hiss elədiniz, mən elə bir ki, yuxudan ayıldım. Yəni bu musiqi doğrudan da insanın belə deyim də ürəyinin tellərini oyadır. Adamı bir anlıq xəyallara qərq eləyir. Mən elə gəlir ki, siz də ekran arxasında əyləşib mən yaşayan hissləri məndən bircə yaşadınız. Bu hissləri bizə yaşatdığına görə Bayram müəllimə öz dərin minnətdarlığımı bildirirəm. Bayram müəllim, sizə dərin minnətdarlığımı bildirirəm. Mən xanımımıza, Dürdana xanıma, deməli Bayram müəllim tələbəsinə də öz dərin minnətdarlığımı bildirirəm və Dürdana xanım, belə də deyim, bu aşağı bəmdə olduğuna görə oxumaq istəmirdi. Deyir ki, mənim öz səsimdən, amma öz tanallığından oxumaq istəyirdi. Amma çox sağ olsun, bizim xahişimizi nəzərə aldı. Bu ağır bir işin, belə deyim də, öhdəsindən belə yüksək səviyyədə gəldi. Qadınlar üçün çətindir. Bəmdə oxumaq qadın xanəndələr üçün çox çətindir. Hörmətli tamaşaçılar, mən suallarda ilə baş açmadım. Yaxşı, nəsə, futbol oynamağınıza da şübhə eləyirəm amma. Oynaya bilmirsiniz. O nədir bəs? Şəlpə? Şəlpə ilə birinci top futbol oyna, sonra əsl topla oyna. Biraz boşdu, ona görə oynamadım. Göstər görüm, udarlarını göstər görüm. Məharətini göstər. Hə, sən. Biz necə kickboksçusan, necə futbolçusan sən? Bay. Hörmətli tamaşaçılar, gördüyünüz kimi kənd uşaqları belə deyək, mənim zənnimcə çox səmimidirlər. Yəni başqa ürəklərində nə varsa, ağıllarında, dillərində, hərəkətlərində həmin şeydir. Gözəl. Bax, kəndin yaşı haqqında, kəndin tarixi haqqında, kəndin toponimi, bax, dağ bilici. Bax, bu sözün mənası hardan gəlir? Bu haqqda bizim tamaşaçılarımıza məlumat verə bilərsinizmi? Öz eşitdiyim qədər məlumat verə bilərəm. Yəni mən tarixçi deyiləm, yəni ki, geoloq da deyiləm, yəni ki, filoloq da deyiləm, yəni ki, mən öz gücüm saati babalardan, nənələrdən eşitdiklərimi deyə bilərəm. Tarix oradan əmələ gəlir də, babalardan, nənələrdən görən onlar canlı tarixlərdir. Kəndimizin adı Bilici olub, indi Dağ Bilicini də əlavə ediblər. Çünki bu kənddən deməli 5-6 kənd Törəmə kənd var. Məsəl üçün Ləzzəti qonşu kəndi var, məsəl üçün Bilici Qorğan kəndi var, başqa yerdə Düzbilici kəndi var, Mumlu kəndi var. İndi hal-hazırda 20-25 il, 30 il tarixi olan Taxtalar kəndi var. Bunlar hamısı bu kənddən Törəmə kəndlərdir. Eşitdiyimə görə kəndin tarixi 6-cı, 7-ci əsrlərə gedib çıxır. Yəni ki, onu da izahatını misal üçün eşitmişdik ki, Zərdüşt dövründə misal üçün qədim tarixlərdə ölünü dəfn edirdilər, onun misal üçün məzarı iti batırdı torbağa, bilinmirdi. Sonra nişangah üçün kimsə babasını çox istəyirdi, bir daş qoyurdu orada ki, bu mən babamın qəbirdir. Sonra Məndilbəsər daşları əmələ gəldi. Yəni ki, Dədə Qorqud tarixindən 1500 il tarixini onu qeyd eləmişik biz Respublikadan vaxtı ilə. Biz orada Dirsə xan boynuda misal üçün çəkiliş eləmişik, göstərmişik öz folklorumuzla, öz 53 nəfərlik kollektivimizlə və deməli həmən Məndilbəsər daşları indi bizim məzarlığında da var. Bizim üzr istəyirəm. O Məndilbəsər daşları dediyiniz daşlar o baş formasında yonulan daşlara deyirsiniz. Belə uzun daş deyil, sonra üstündə elə bir ki papaq bir daş var. Papaq var üstündə. O daşların adı Məndilbəsər daşı. Mən nənəmdən eşitmişəm ki, bunlara Məndilbəsər. Bayram müəllim, icazə versəydiniz mən də asta-asta müxərrəs olardım. Buyurun, çox sağ olun. Təşəkkür edirəm. Təşəkkür edirəm. Bütün televiziya işçilərinə, zəhmət çəkənlərə təşəkkür edirəm. Zəhmətinizi halal edin. Mən bugün var, sabah yoxam. Sağ ol müəllim. Çox sağ ol. Təşəkkür edirəm. Kənd sakinlərinin əsas məşğuliyyətindən biri də əkin-biçindir, taxıl əkirlər və həmin o taxılı, bax burada bir dəyirman var. Qısa zaman kəsindən sonra mən o dəyirmanı da sizə göstərəcəm. Belə deyim də, gəlin gedək tanış olaq, görək dəyirmanı işlədən kimdir, dəyirman ümumiyyətlə necə işləyir, hansı prinsiplə işləyir, görək, gəl. Və elə indicə sizi kəndin ən zəhmətkeş və ən maraqlı insanlarından biri ilə tanış eləyəcəm. Gəlin tanış olaq. Salam aleyküm. Necəsiniz? Xoş gəlmisiniz. Xoş gününüz olsun.
Sizin adınız nədir? Mən Ağarzayev Ağalar Məhəmmədov. Həmin o dəyirmanı işlədən dayı yanımda durub, gəlin, mən də tanış olum sizlə. Dayıcan, özünüzü təqdim eləyin. Sultanov Akif Muxtaroğlu. Akif dayı, bax, kənd sakinlərindən öyrəndim ki, siz dəyirman işlədirsiniz. Bəli, düzdür. Neçə vaxtdır bax bu dəyirman işi ilə məşğulsunuz? 1997-ci ildən. Ay maşallah. Bəlkə deyirəm o 100 danışmaqdansa bir görək. Keçək içəri baxaq sizin o dəyirmana. Gedək. Gəlin hörmətli tamaşaçılar. Varım deyirlər, kəndin ən zəhmətkeş, ən belə maraqlı insanlarındansınız. Mən özüm yuxarıda Dağbilci kəndi var, orada anadan olmuşam. Bu kənd hamısı oradan gəlib, düz olduğunu görə, bura taxtaların adı, bu kəndin taxta, yəni düz olduğunu görə, 1900 hektar yerdir bura, düz sahə olduğunu görə. Mən elə bilirəm, taxta sırf taxtanın özünə görə. Bu kəndin adı taxtalar onu görədir ki, yeri düz olduğunu görə taxtalar deyirlər, onu görə. Biz özümüz dağdan gəlmişik. Mən özüm uzun müddət təsərrüfatda işləmişəm, plan şöbəsi müdürü işləmişəm, partiya işində işləmişəm. Son iş yerim savxoz direktoru olub, 11 kənd baxıb mənə. Ailə üzvlərim də hamısı ali təhsillidir. Neçə ailə üzvünüz var? 8 nəfərik. Maşallah. Böyük qızım 1 nömrəli orta məktəbin Dəvəşdə məktəb direktorudur, 28 yaş var. İkinci qızım burada müəllimə işləyir. Nəvələriniz var? Bəli, Neçə nəvə? 4 dənə nəvəm var. Hörmətli tamaşaçılar, deməli bax bu gördüyünüz yer həmin o dəyirman olan hissədir. Bu otaqdadır bu dəyirman. Mən sözüm düzü açıqdır. Belə dəyirman bir dəfə görürəm. Düzdür, tamamilə doğrudur. Bu dəyirmanı o vaxtı bir nəfər çertiyocu verdi. Mənim bir qohumum Bakıda zavodda işləyir, xalam oğlu. Mən çertiyocu ona verdim, o həmin bu dəyirmanı Bakıda mənə üçün düzəltdirdi. Və götürüb gəlmişəm. Bu çox sadə bir sistemdir. Adi maşın diskisi. Belə eləyək də. Bax, göstərək. Aha, haradır kamaz diskisi, hanı o? Kamaz diskisidir. Bu fırlanan yer kamaz diskisidir. Onun içərisində pərlər var. Burada da açılmır da onda. Bu açılır, lazım olanda təmir üçün, zat üçün açıram. Səhər neçədə durursunuz? Səhər saat 6-da mütləq durmalıyıq. Ona görə ki, malqara sağılsın, qoyun gerək aparılsın 6-da hər gün. Deyim sizədir ki, heyvanat üçün kalendar sayılmır, qırmızı sayılmır. O geri su içsin, ot yesin, ona nə qırmızı, nə sarı, nə göy, onu İkisinə ancaq. Bəli. Akif dayı, sizə bir dənə də sual verəcəm. Bax, bunun 2 dənə xortum var. İkisindən də eyni, belə deyim də, eyni məhsul çıxır, yoxsa birindən? Çıxır, eyni. Bu yemdə də eyni çıxır, unda da eyni çıxır. Diski 2 yerdən bölünüb, setkalar qoyulub içərisinə. İndi bu sol tərəfdəki setka biraz böyükdür, bundan çox gəlir, bundan az gəlir. Ancaq eyni məhsul çıxır. Ya yem, ya un eynidir. Tövlədə var mı? Balaca buza malqaram naxırdadır, qoyun mal. Ancaq balaca dana olmalıdır 2-3 dənə. Gələk baxaq. Hə, Akif dayı, deməli bax tamaşaçılarımız da gördü bunkerdə olan taxılı. Bax indi biz bu dəyirmanı işə salmaqdan ötürü nə etməliyik? Mən də qoşulum sizə kömək edeyim. Bəlkə ola bilər gəldi yanınızda şagird olun, nə ola bilər də. Allah köməyimiz olsun. Kəndə gəlirsiniz, biz problem dayı sizə öyrədər. Bu heç nə, 2 dənə ikisini qoşuram bu dağa və işə salıram. Neçə aylıqdır? Bu 6 aylıqdır. 6 aylıqdır, anası da sağlar. Sağlam var ya, başqa yerdə də var indi. Bu hələ özümüz üçün də hər səhər süd uşaqlara zada lazımdır. O billəri sağırıq, aparıb satırıq. Uşaqlarım, buzov satdıq vəziyyəti gəlib çatmaq üçün nə qədər vaxt? Onu satdıq vaxtı üçün 90 gün. Gün ərzində, indi əgər istəsən ki, hansı dananı, məsələn, satacaqsansa, onu 90 gündə yaxşı yemləmək lazımdır. Bəli, ona qüvvəli yem, yəni arpa yarması, buğda yarması vermək lazımdır ki, o böyüsün. Buna ancaq ot veririk. Bu, bəli. Akif dayı, deyirəm, bəlkə çıxardaq bu kisələri, görək nə əmələ gəlir. Aha, Akif dayının kisəsi, bu da mənim kisəm. Mən bilirdim də, mənim kisəm də az olacaq. Təzəyə bax, ona görə.
Bu bizim çektiğimiz budur. Çektiğim yendi. Bakabilirsiniz. Bu keyfiyetli yendi. Cemaat özü hamısı razılıq eləyir. Problemsizdir. Mən çox şad oldum ki, sizi kimi bir insanla, zəhmətkeş insanla tanış oldum. Doğrudan sizi kimi insanları həmişə nümunə gətirmək olar. Çox sağ olun maraqlı məlumatlara görə. Sağ olun, sağ olun, çox sağ olun. Xoş gəlmisiniz. Xoş gəldiniz. Həqiqətən mən həmişə izləyirəm sizi. Bax, Kürdəmirdən bütün rayonları gəzirsiniz. Hələ deyirdim ki, bəlkə bizim bu kəndə də bu yaxınlar deyirdim ki, gəlib bizim bu kəndə çıxar bunlar. Gəlsə yuxarıda birinci ev məndir. Mən düşünürdüm ki, mütləq bizə də gəlib çıxarlar. Allah Taala axtardım, tapdım. Sağ olun, çox sağ olun. Xoş gəlmisiniz. Bu da belə deyim, mən bağladığım kisədən çıxan arpa yarmasıdır. Həmişə sizə can sağlığı. Həmişə belə verilişlərdə Allah Taala sizin rəhbərliyə də zəhmət çəkənlərə hamısına can sağlığı arzu edirəm. Çox sağ olun, çox sağ olun. Çox sağ olun. Sağ olun. Akif dayı, bir daha təşəkkür eləyirəm, minnətdaram, sağ olun. Sağ olun, qədəmləriniz uğurlu olsun, xoş gəlmisiniz. Sizin də dəyirmanınız daim işdə olsun. Sağ olun. Sağ olun. Təşəkkür edirəm, sağ olun. Hörmətli tamaşaçılar, mən nə qədər vaxt Elmanı gözləyirəm, gəlib çıxmır, amma mən artıq istinad nöqtəmizə gəlib çatmışam. Görünür, Elman canavar yeyib canım qurtardı. Canım qurtardı Elmanın əlindən. Valla elə bildim canavar ittinəli, bərdən itlər hürür orada. Gəl, gəl. Adım var, sanım var. Hardan gəlsən? Rəşad, doğrudan da bu kəndin adı Dağ Bilicidir. İndi nəfəsim kəsilir. Kənd belə enişdən yoxuşdan ibarətdir. İnansan, belə buradan getdim aşağıdan gəlirdim, biraz yoruldum. Sən davam elə, mən danışacağım. Nə davam eləyim? Mənim gəzintim çox maraqlı oldu, çox gözəl, belə dadlı oldu. Ona görə də mən belə ürəklə sağ ol deyirəm, hətta çox sağ ol deyirəm və Rəşad, sən ola bilər, mən hiss eləyirəm. Artıq səndən, belə deyim də, belə ətirli yeməklərin iyisi gəlir, yemək ətiri gəlir. Məndən təmiz havanın iyisi gəlir. Olar. Mən elə bildim, səndən nə iyi gəlirsə, canavar da sənə yaxın durmalı. Ola bilər, nə olar ki, nə olar? Amma belə deyim də, canavar yağlı ətə qaçır, belə arığa qaçmır ki. Görmüsən canavar birdən ki? İndi biri var, bax, şəhər toyuğu, bir də var çolpa. Fikir verirsən. Broiler. Sən broilersən də, belə deyim. Yox, yəni ki, nəysə, hörmətli tamaşaçılar, biz sizinlə sağollaşırıq və növbəti kəndimizdə görüşərik. Yəni, Rəşad, sənin xəbərin var, mən bir-iki dəfə yolu, belə deyim də, səhv saldım. Çıxdım, bu kənddən deyəsən, çıxdım, getdim başqa kəndə. Mən də səhv salmışam, narahat olma. Yaxşı, oldu hörmətli tamaşaçılar, özünüzdən müğayət olun. Növbəti verilişdə görüşənədək.